problemləri həll etmək üçün biz, mənə elə gəlir ki, əlimizdən gələn hər şey etmiş. Amma biz qəzetik, kiçik bir kollektivimiz var. Biz işçi götürə bilmirik ki, fəaliyyətimizi daha da genişləndirək. Biz, Ruslarda bir söz var, naiznos, ona işləyən adamlarıq. Yəni, bütün enerjimiz, bütün gücümüz təkcə qəzet çıxarmağa getsəydi nə var idi ki, ən xırda problemlərin həllindən ötürü biz çox böyük enerji və güc sərf edirik. Amma məsələ burasındadır ki, bu 62.000 manat ki məbləğ var, indi 30.000, sonra 32.000 gələcək. Kəbirə Məmmədovanda ali məhkəmədə Azadlıq qəzet üzərində parlaq tarixi qələbə qazanmasına da çox az qalıb. Nə qədər Kəbirə Məmmədov üçün çətin olsa da o bu qələbəni qazanacaq, heç şübhə yoxdur. Belə bir hadisə də baş verəcək. Biz bir il ümumiyyətlə pulsuz işləməliyik. Biz bir il pulsuz işləməliyik ki, bu 62.000 manat məbləği ödəyə bilək. Amma onlar əlbəttə bizə heç onu da imkan vermək fikrində deyirlər. Mən qətiyyən şübhə etmirəm ki, bu gün, sabah, 3 gün, 5 gündən sonra gəlib bizim avadanlığımız apara bilərlər. Çünki vəziyyət o qədər pisdir və çox tələsirlər bizi sıradan çıxartmağa, tələsirlər bizi məhv etməyə. Burada başlıca səbəb əlbəttə ki, mən artıq bu məsələnin tərəfini çox yaxşı müəyyənləşdirmişəm ki, xüsusən xarici mətbuatda Azərbaycan hakimiyyəti ünvanına olan sərt materiallar kimi hamısını çap edirik, hər dəfə agresiya artır. Hər dəfə agresiya hədsiz dərəcədə artır və yaxınlarda yəqin yadınızdadır, Azadlıq qəzetinin baş redaktoru haqqında cinayət işi qaldırılmasına bağlı 2 hakimin müraciəti var. Yəni, mən düzdür, hər keçən günə şükür deyirəm. Çünki bilirəm ki, hər keçən gün əvvəlkindən çox başqa bir problem ondan ibarətdir ki, qasid firmasının Azadlıq qəzetinə borcu 40.000-i çoxdan keçir. 40.000 manat məbləğini. Biz dəfələrlə, yeni Müsavat qəzetlə birlikdə, dəfələrlə qasid firmasının qarşısında aksiyalar keçirmiş. Qasid firmasının rəhbəri Yeni Azərbaycan Partiyasının üzvü və Azərbaycan parlamentinin üzvü olan şəxs deməli, bizimlə söhbətlərdə hər dəfə böyük vədlər verir. Deməli, 2012-ci ilin aprelindən iyul ayında avqust, sentyabr ayında noyabr, dekabr ayında fevral ayı daima bizə vədlər verib vəziyyət düzəldir. Problemlərimizi cəmiyyətə, dünyaya, aidiyyatlı qurumlara çatdırmağa, yetirməyə çalışırıq. Problemlərimiz də kifayət qədər ciddidir və mən 24 ildir bir qəzetə rəhbərlik edən, onun yaranmasında, bura günlərə gəlməsində iştirak edən bir şəxs kimi deməliyəm ki, son 20 ildə biz ən ağır günlərimizi yaşayırıq. Yeni Müsavat qəzeti üçün bundan da ağır günlər olub. O 17 ay mən həbsdə olan zaman olmuşdu. 2 dəfə qəzet qısa müddətdə də olsa öz yayımını dayandırmaq məcburiyyətində qalıb. Baş redaktor bilirsiniz o zaman içəridə olanlar və qəzeti ofisindən köçürmüşdülər, qovmuşdular. Biz Müsavat Partiyasına bax bu qərargaha sığınmış vəziyyətdə idik. Gələcəyə ümidlər çox qısıtlıydı. Amma buna baxmayaraq o fədakar kollektiv baş redaktorsuz belə dayandı. Qəzet vəziyyətdən çıxdı. Amma indi son 10 ildə İlham Əliyevin hakimiyyəti dövründə media, o cümlədən də Yeni Müsavat qəzeti elə bir baskı altında fəaliyyət göstərir ki, biz bunu tariximizin ən ağır, ən qara günləri kimi qiymətləndirmək məcburiyyətindəyik. Hesab edirəm ki, İctimai Palatanın bax bu toplantısı əslində Azərbaycan ictimaiyyətinin toplantısı olmalıdır. Çünki bugün təkcə qəzetə hücum olmuyor. Həmən bu 2 qəzet yadın çəkilik, Azadlıq və Yeni Müsavat Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin uzun illərdir ki, ağrısını, acısını, problemini qaldırır. Amma bugün bu qəzetlərə olan hücumlar əslində Azərbaycan cəmiyyətinə və birbaşa Azərbaycan xalqına yönəlir. BMT-nin özündə informasiya mərkəzi adlı bir departament var. Qəzetlər özləri separat olaraq öz vəziyyətlərini tərəfdaşlar toplayaraq öz vəziyyətlərini onların hesabatlarına salmağa çalışsalar, bu çox yaxşıdır. Əslində, Azərbaycanda medianın vəziyyəti haqqında NGO-lar çox iş görürlər, amma bunu qəzetlər özləri də edə bilərlər. Hər bir qəzet beynəlxalq bir departament yaransa və ora 2 ingilis dili və yaxud 1 ingilis dili bir gənc cəlb etsə,
və bu yola kampaniyalar başlasalar çox yaxşı olar. Əslində bilirsiniz, biz müxalifət və cəmiyyət olaraq kampaniyaları çox da ciddiyə almırıq. Amma biz elə bir zamanda yaşayırıq ki, kampaniyalar indi mübarizənin suludur. İndi müharibələr küçədə getmir, müharibələr informasiyalarda gedir və bu kampaniyalar onların bir alətidir. Mən deyərdim ki, yəni bu qəzetlər xalqın tribunasıdır. Əslində bu xalqa baskıdır. Xalqın düşüncələrini zorla elə bir ki, başqa səmtə döndərmək cəhdidir ki, amma gedən proseslər göstərir ki, bu cəhdlər uğursuzluğa düçar olacağı əvvəlcədən məlumdur. Bir tərəfdən də düşünürəm ki, bəlkə də hakimiyyət öz elektoratını qorumaq istəyir. Çünki mən əminəm ki, bu günlərim həm Azadlıq qəzeti, həm Müsavat qəzeti bəlkə də bütün dövlət orqanlarına daxil olsuz, hamının stolüstü qəzetləridir və deyərəm ki, dövlət qulluqçuları da ölkədə nə baş verdiyini bu qəzetlər vasitəsilə xəbər tuturlar. Amma hər halda biz tərəfimizdən, yəni nə dəstək lazımsa bu qəzetlərə verməyə hazırıq. Ən azından çox gözəl aksiyalar keçirilmişdi. Bizim qanunsuz olaraq həbs olunub, cərimə olunan vətəndaşlarımıza qarşı bu qəpik məsələsində. İndi bu qəpik xilas eləməz, indi manata keçərik. Müraciət elərik, indi hər bir vətəndaş ən azından azadlığı üçün bir manatından mələ gəlir ki, keçməyə hazır olarlar inşallah. Azərbaycanda bu situasiya elədir ki, biz çox böyük mübarizə nəticəsində hansısa uğurları əldə edirik və həmin uğurları genişləndirmək vasitəsilə nəyəsə nail olur. Bugün əgər uğurlarımızdan danışmaq mümkündürsə, birinci növbədə bu az sayda müstəqil mətbuatımızı qeyd eləməlidir. Bilirsiniz, despotik rejimlərdən demokratiya keçid hər hansı dekret, fərman və s. vasitəsilə reallaşmır. Bunlar adətən demokratik adacıqlar şəklində mövcud olur və bu adacıqlar tədricən adıya çevrilir, şəbəkələşir, genişlənir və bütün cəmiyyətin dəyərlərinə çevrilmək vasitəsilə cəmiyyətdə demokratik institutlar bərqərar olur. Bugün Azərbaycanda müstəqil mətbuatın bu iki nümunəsi prinsip etibarilə Azərbaycanın demokratikləşməsinə xüsusi təsir imkanları olan vasitələrdir və bunun itirilməsi olduqca pis nəticələr verir. Və nəhayət mən sözümün sonunda bir şey demək istəyirəm. Azərbaycanda söz artıq mahiyyətini itirir. Sözlə, bəyanatla nəyəsə təsir eləmək mümkün deyil. Ona görə də mən hesab edirəm ki, konkret olaraq bugün vəziyyətdən çıxışa yönəlmiş addımlar atılmalıdır. Bugün bizim müdafiəsindən yığışdığımız bu qəzetlərin doğrudan da fəaliyyət göstərməsi Azərbaycan müxalifətinin, Azərbaycan ictimaiyyətinin öz sözünü demək bir tribunasıdır. Ona görə biz hər cür bu qəzetlərə yardım etməliyik. Bu qəzetlərin yardım olunması, yəni bugünkü gün maliyyə çətinlikləri qarşısında qoyaraq ayrı-ayrı qanunsuz məhkəmə qətnamələri ilə bu qəzetlərin qapadılmasına çalışılır. Biz bilirik ki, 20 ildə Azərbaycan müxalifəti öz söz azadlığından, yığıncaq azadlığından, kütlələrə çıxmaq, öz sözünü demək azadlığından məhrum olunubdur. Yeganə o pəncərə, deyiləsi söz, tribuna bu müxalifət qəzetləridir ki, bugün də bunları susturmaqla, öz qanunsuz hərəkətlərinə cəmiyyətdən gizlətməyə çalışırlar. Yəni, hakimiyyət oğurluq edir, hakimiyyəti zorakılıqla zəbt etdiyini, ələ keçirdiyini xalqdan gizlətmək, xalqın gözünə pərdə asmaq üçün təbliğat aparır, götürün onların öz qəzetlərinə baxın, bir nəfər oxuyan yoxdur, ancaq səhərdən axşama kimi yalan, yəni heç bir həqiqətə uyğun gəlməyən siyasət aparırlar və bu siyasətin də yalan olduğunu, həqiqətdən uzaq olduğunu xalqa çatdırmaq istəyən yeganə bu qəzetlərdir ki, bu qəzetlərə də qarşı eyni təqiblər həyata keçirilir. Mən çıxışımın sonunda cəmiyyəti doğrudan da bu qəzetlərə həm elə bir mənəvi yardım göstərməyə, həm də maddi yardım göstərməyə çağırıram. Mətbuata qarşı olan bu baskı müxalifət problemi deyil. Yəni, bunu qələmə vermək ki, mətbuata olan baskı müxalifət problemidir, bu düzgün deyil. Bu ümumilikdə cəmiyyətin problemidir. Ona görə ki, mənim müxalifətə heç bir aidiyyəti olmayan bir şəxs üçün birinci növbədə Azadlıq qəzeti və Müsavat qəzetinin bağlanması vəkil kimi fəaliyyətimi də məhdudlaşdıracaq. Niyə?
Ona görə ki, müstəqil məhkəmə hakimiyyəti olmadığından bu dəqiqə vəkillər, hüquqşünaslar əksəriyyət ədalətin bərqərar olmasını mətbuatda axtarır. Və sizə səmimi deyirəm, çox hallarda məhkəmələrin etmədiyini mətbuatda çıxan yazılar qanunsuzluqların qarşısını alır. Mən bir şey demək istəyirəm ki, yəni bu gün hakimiyyətdə olanların özləri mən dəfələrlə müraciət etmişəm ki, o Pavlovun gözəl nəzəriyyəsi var, özünü qoruma nəzəriyyəsi. Heç olmasa bunu ara sıra yadlarına salsınlar. Ona görə ki, sabahlarım hansısa bir hakimiyyət dəyişikliyi olarsa da, mən Aslan İsmayılov əminəm ki, onların bu gün hakimiyyətdə təmsil olunanların müdafiəsi üçün nə Yeni Azərbaycan qəzetində, nə Azərbaycan qəzetində, nə Kaspidə çıxış edib onları müdafiə edə bilməyəcəm. Və mən yenə üst tutacağım Azadlıq qəzetinə, Müsavat qəzetinə və onları müdafiə edəcəm. Və bu gün onlar özləri görsünlər ki, 2005-ci il hadisələri göstərdi ki, hakimiyyətin ən yüksək zirvəsində təmsil olunanlar həbsə atılandan sonra birinci üst tutduğu yerləri Azadlıq qəzeti, Müsavat qəzeti oldu. Yəni onlara yalvardılar, onlardan üzr istədilər, onlara qarşı etdiyi təhqirdən peşmançılıq hissini bildirdilər. Yəni bunu bilməlidirlər. Bir daha mən onlara şəfa diləyirəm ki, yəni ən azı bu xəstəlikdən əl çəkmək lazımdır. Ona görə ki, mənim gördüyüm bu günlərim artıq bu qanun pozuntusu deyil. Bu artıq bir xəstəlikdir. Ona görə ki, bütün dünya bar-bar bağırır ki, siz oğrusunuz. Oğrunun ən azı, indi bilmirəm kimlərsə çıxışçılardan dedilər ki, bunun yolu var, istefa yolu, vəzifədən getmə yolu, üzr istəmə yolu. Yəni mən bu yolu gözləmirəm bunlardan, amma heç olmasa bunu dayandırıb bir düz yol seçmək lazım, bir sıfırdan başlamaq yolunu seçmək lazımdır ki, bu insanların qarşısında sonra bir üz göstərmək olsun ki, və onları müdafiə etmək üçün bir söz yeri olsun. Mən vəkil ki, müdafiə edəndə deyim ki, məsələn, bu hakimiyyətin içində ən azı bunlar başladı nəyisə etməyə. Mən hesab edirəm ki, o cərimələr ödənməməlidir. Çünki nə Azadlıq qəzeti, nə Müsavat qəzeti, Yeni Müsavat qəzeti istəsələr də belə, 1 ilə, 2 ilə, 3 ilə, 5 ilə o ödəməli olduqlar, bunu qazana bilməyəcəklər. Ona görə həbs olunmaq gedib, həbsə yatmaq daha yaxşıdır. Bir nəfər, 2 nəfərin. Nəinki o pul ödəyib, müflis olmaq. Sıfağanı öldü, sevər arxası deyildi şeydir. Mənim bir yaxşı dostum var, nəfsə deyildi ki, əgər şəhərin küçələrini kanalizasiya suları doldurursa, onu vedirən təmizləməzlər. Gedib zadvişkarı bağlamaq lazımdır. Başı şəhərinin kanalizasiya bizdə apartırsa da. Konkret bu qəzetləri xilas eləmək üçün, bu qəzetdən xilas eləmək üçün hansı təkliflər bugünə yönəlirsə, onları ilk növbədə işləmək lazımdır. Müraciətlər edilməlidir, çox konkret müraciətlər edilməlidir və baxmayaraq ki, o müraciətin yerinə yetirmə ehtimalı bəzən sıfırdır, bəzən aşağıdır, amma edilməlidir. Bir daha hakimiyyətə xatırladılmalıdır ki, səhv yoldadırlar, uçuruma gedirlər və bu addımların zərbəsini təkcə onların zərbə vurduğu qüvvələr yox, təkcə xalq yox, onlar özləri də çəkəcəklər. Bu bumerangın geri qayıtması anı yaxınlaşmaqdadır. Bunu bugünlərdə Ziyalılar Forumu bəyanat vermişdi və bildirmişdi ki, uçurumun kənarındadırlar. Bunu aydın şəkildə hakimiyyətə çağırış, müraciət bir daha edilməlidir, bunu bilsinlər. Anlamayacaqlar, nadandılar, nədirlər, yox, ancaq edilməlidir. Media ilə bağlı təşkilatlara, QYT-lərə müraciət edilməlidir. Allah'a şükür, siyahılar səslənməyə başlayanda o media strukturlarının tutarmır. Media şurasından başlamış, onlarla QHT adını mən rast gəlmişəm mətbuatda ki, media ilə məşğuldular, jurnalistlərin problemləri ilə məşğuldular. Ölkənin 2 əsas qəzeti, 2 həlledici qəzeti ağır vəziyyətləri bağlanmaq mərhələsindədir. Bağlanma ərəfəsindədir. Ümumiyyətlə, bu absurddur, burada da qeyd olundu ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda məhz ən öndə olan qəzetlərin vəziyyəti ağır olur. Ən çox oxunan, ən çox sevilən, ən çox alınan qəzetlərin vəziyyəti ağır olur. Absurddanca belədir. Bu media şurasından tutmuş bu QHT-lərə qədər. Ölkənin 2 aparıcı qəzeti bağlanma ərəfəsindədirsə, nə ilə məşğuldular? Bu 2 qəzetdə ölkənin ən tanınmış jurnalistləri bir araya gəlir. Ən tanınmış qələm sahibləri çalışırlar. Bu adamlar yaşayış mənbələrini, mövcudiyyət mənbələrini itirmək ərəfəsindədirlər. Bu jurnalistlərin
qoruyan təşkilatlar, həmkarlar ittifaqları nə ilə məşğuldur? Səmərəli bir müzakirə keçirdik. Çox qiymətli təkliflər oldu, praktik təkliflər oldu. Onlar hamısı ümumiləşdiriləcək. Yəqin ki, hansısa bir azad mətbuatın müdafiəsi üçün qurum da yaratmağa ehtiyac var. Bunu da hər kəslə məsləhətləşəcəyik. Burada verilən təkliflər də sistemləşdiriləcək. Amma burada mən sizə və sizin vasitənizlə Azərbaycan xalqına o fikri çatdırmaq istəyirəm ki, bu tədbirin özü artıq xalqa müraciətdir. Növbəti müraciətləri gözləmədən kim necə bacarırsa, bax bu saatdan düşünsün. Şəxsən mən Azərbaycanda azad mətbuatı qorumaq üçün nə edə bilərəm? Günü bu gündən, bu saatdan hər kəs bu barədə düşünsün. Əlavə müraciətlərin olacağı sizi hərəkətdən saxlamasın. Hökumət artıq işə başlayıb. Konkret olaraq qəzetlərin mövcudiyyəti sual altındadır. Biz biraz ləng hərəkət edəcək. Biz qurumlaşmaq, miting, böyük ideyaların reallaşmasını oturub gözləsək, o vaxta qədər biz ağır zərbə almış ola bilərik. Yəni, o ideyaların hamısı çox qiymətlidir və onların üzərində işləyəcəyik, amma onların hamısı biraz vaxt aparacaq. O vaxtı itirmədən hər kəsi hərəkət eləməyə dəvət edirəm və istəyirəm ki, Azərbaycan cəmiyyəti əslində bu baş verənlərdən çox pozitiv impulslar da alsın. Birinci pozitiv impuls budur ki, hökumət xoş günündən belə qeyri-populyar addımı atmır. Bunu bilmək lazımdır. Əslində bugün 10 illər ərzində dözdüyü qəzetlərə indi dözmürsə, bu qəzetlər təzə çıxmayıblar ki meydana. 10 illərdir bu ifşanı aparırlar. Amma indi dözmürsə, deməli, hər kəs düşünməlidir ki, indi hökumətin vəziyyəti daha acınacaqlıdır. İndiyə qədər özünə rəva görürdüsə, azad mətbuatın mövcudluğunu, indi o qədər çirkaba batdığı açıq-aşkardır ki, bu şəraitdə azad mətbuatın mövcudluğuna dözə bilmir. Ona imkanı yoxdur. Vəziyyəti çox acınacaqlıdır. Bunun mesajını almaq lazımdır. İkincisi, bizim cərimələrlə bağlı apardığımız kampaniyalar, xüsusən birinci cərimələrdən sonraki 5 qəpikli kampaniyası bizə bir həqiqətin növbəti dəfə izah elədi, altını cızdı ki, hər bir böhrana, krizisə yeni imkan kimi baxmaq lazımdır. Onlar bizi çətinə saldıqca biz mütəşəkkil olub elə addımlar ata bilərik ki, elə yaxşı təşkilatlana bilərik ki, həmrəyliyimizi, paylaşmağımızı elə çoxalda bilərik ki, həmin krizisdən güclənərək çıxa bilərik. Bu barədə düşünmək lazımdır. İndi bizim düşüncəmiz yalnız və yalnız müdafiə üzərində qurulmamalıdır. Biz bu müdafiəyə həm də özümüzü, ölkənin demokratik kəsimini gücləndirmə fürsəti kimi baxmalıyıq. İnteqrasiya fürsəti kimi acımızı, problemimizi bütün dostlarla paylaşaraq, onları özümüzlə həmdərd edərək, cəmiyyətin böyük bir kəsiminin probleminə çevirmək fürsəti kimi baxmalıyıq biz bu imkanlara. Və ona görə də hesab edirəm ki, bugünkü qiymətli təkliflər də nəzərə alınmaqla, qəzetlərin də mütəmadi çağırışları nəzərə alınmaqla biz bu işi aparmalıyıq və unutmamalıyıq. Hal-hazırda Azərbaycan cəmiyyətinə bir çağırış edilir. Avtoritar, korrupsioner, oğru hakimiyyətindən Azərbaycan cəmiyyətinə əlcə yazılır. Biz sizin o balaca nəfəsliyinizi də bağlaya bilərik deyiblər. İndi cavab bizimdir. Bağlaya bilərlərmi? Biz o qədər mi zəifik ki, artıq bu iki qəzeti də qoruyub saxlaya bilməyək toplum olaraq. Bu topluma bir çağırışdır. Bunu hər bir Azərbaycanlı belə də qəbul etməlidir. Və burada çıxışlarda deyildiyi kimi, hər kəs də başa düşməlidir ki, hələ bu qəzetlər var, ölkə vətəndaşlarının həyatı bu qədər ağır keçir. Bu qədər hüquqsuzdur. İndi bir anlıq hər kəs gözünü yumub təsəvvür eləsin ki, artıq bu qəzetlər yoxdur. O zaman insanların başına nələr gələcək? Heç bir cəzasız, ictimai rəyin qorxusu, təhdidi olmadan sadə vətəndaşlarla necə rəftar eləyəcəklər? Onu hər kəs düşünsün və hərəkət eləmək qərarını versin. Sizlərə bu diqqətinizə görə və dəstəyinizə görə təşəkkür edirəm.